Hörmətli izləyicilər, sosial yardım alan ailələrə bir şad xəbərimiz var. Bu videoda sizə dekabr ayında sosial yardım alan ailələrə veriləcək 200 manatlıq əlavə maddi yardım barədə rəsmi və dəqiq məlumat təqdim edəcəyik. 2025-ci ilin dekabr ayında Azərbaycan dövlətinin sosial siyasət çərçivəsində ünvanlı dövlət sosial yardım alan az təminatlı ailələr üçün bir dəfəlik maliyyə dəstəyi nəzərdə tutulub. Prezident İlham Əliyevin imzaladığı rəsmi sərəncama əsasən sosial yardım alan hər bir ailəyə 200 manat məbləğində əlavə maddi yardım ödəniləcək. Bu qərar 30 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində az təminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Bəs bu yardım kimlərə veriləcək? Videonun bu hissəsinə diqqətlə qulaq asın ki, yardımın kimlərə veriləcəyini dəqiq biləsiniz. Qeyd edək ki, bu 200 manatlıq əlavə ödəniş yalnız və yalnız hal-hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur. Əlavə müraciət etməyə ehtiyac yoxdur. Yardımın ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçiriləcək və pul vəsaiti ailələrin mövcud bank kartlarına köçürüləcək. Bu məqsədlə dövlət büdcəsindən 15 milyon manatdan çox vəsait ayrılıb. Əgər siz də sosial yardım alırsınızsa, dekabr ayının sonuna qədər bank kartınızı yoxlayın. Unutmayın, əlavə müraciət üçün tələb olunur. Yardım avtomatik köçürülür, məbləğ 200 manatdır. Bu cür faydalı məlumatlar üçün kanalımıza abunə olmağı unutmayın. Bundan əlavə dostlar, deməli bizə çox suallar gəlir ki, məsələn 220 manat sosial pensiya alanlara bu şamil olunacaqmı və yaxud da sosial yardıma müraciət, hal-hazırda müraciət edən amma təyinat gəlməyən ailələrə şamil olunacaqmı? Xeyr. Bu 200 manatlıq yardım yalnız və yalnız hal-hazırda təyinat gəlmiş, ünvanlı dövlət sosial yardım alan ailələrə şamil olunacaq. Bundan əlavə dostlar, sosial yardımla bağlı kimin sualı varsa videonun rəy bölməsində bizə ünvanlaya bilər. Biz də çalışırıq ki, ən qısa zamanda həmin insanların suallarını cavablayaq. Bundan əlavə TikTok üzərindən də bizə yaza bilərsiniz. TikTok hesabımız video sifarişi adlanır. TikTokda axtarış bölmə video sifarişi yazaraq video sifarişi TikTok səhifəsinə də ünvanlı dövlət sosial yardımla bağlı bütün suallarınızı, sizə qaranlıq olan bütün sualları bizə ünvanlaya bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm.